çınarlar şahit oldular bizim o ilk eşkimize. Göydeki kuşlar nerme koştular bizim o ilk eşkimize. Bahçede güller, seven bülbüller Esen aparırdı bize. Laleli çöller, sonalı göller Baş eğirdi eşkimize. Bahçede güller, seven bülbüller Esen aparırdı bize. Laleli çöller, sonalı göller Baş eğirdi eşkimize. Sevgimiz gelmesin Allah'ım göze, bizi çok görme birbirimize. Sevgimiz gelmesin Allah'ım göze, bizi çok görme birbirimize. Koşa çınarlar şahit oldular bizim o ilk eşkimize. Göydeki kuşlar nerme koştular bizim o ilk eşkimize. Aylı gecede yanan yıldızlar sevinirdi sevgimize. Akan bulaklar, esen yarpaklar and içirdi ehdimize. Aylı gecede yanan yıldızlar sevinirdi sevgimize. Akan bulaklar, esen yarpaklar and içirdi ehdimize. Sevgimiz gelmesin Allah'ım göze, bizi çok görme birbirimize. Sevgimiz gelmesin Allah'ım göze, bizi çok görme birbirimize. Koşa çınarlar şahit oldular bizim o ilk eşkimize. Göydeki kuşlar nerme koştular bizim o ilk eşkimize. Koşa çınarlar şahit oldular bizim o ilk eşkimize. Göydeki kuşlar nerme koştular bizim o ilk eşkimize. Sabah çoxdan da oxumurdum. Amma indi görürəm ki, oxumaq lazım imiş. Həqiqətən də əziz tamaşaçılarımız, bugündən sonra da Orxan hər gün proqramımıza öz ifalarımla başlayacaq. Çoxdandır doğrudan da biraz Qaçaqov-Fagovdayım. Ona görə oxumurdum, amma bundan sonra hər gün tamaşaçılarımız üçün oxuyacağım. Bir də görəm izləyicilərimiz hansısa məclisə gedəndə də birinci indi qonaqlarımıza da göstərəcəm. Yazırlar, Samir bəy oxuyacaqsınız da, yadınızdan çıxmaz. Deyirəm, narahat olmayın. Demək ki, bizim dəyərli izləyicilərimiz, onlar istəyirlər. Elə onlara görə də artıq efirdə də daha çox qonaqlarıma vaxt ayırırdım. Amma istər-istəməz, belə deyim də, ən azından bir az da olsa özümüzə də vaxt ayırmalıyıq. Sabahınız xeyir olsun, xoş gördük. Hər vaxtınız xeyirli, uğurlu, ruzili, bərəkətli olsun əziz tamaşaçılarımız. Yenə gəlmişik, tam səmimi, tam elə 2 saat evlərinizdə qonaqdır. Bugün də çox gözəl insanlarla bir aradayam. Deməli, Solmaz xanım Kösayeva, əməkdar artistimiz. Ondan sonra Fatimə Vəfa, gözəl aparıcı, qiraətçi,
10 barmağında 10 mərfət olan bir xanım. Ondan sonra dünya çempionu, mənim çox dəyərli dostum, qardaşım, Sərhəd Quliyev bizlə bərabər olacaqlar. Mən bir qısa da görümü bildirim. Bu arada bizə baxırsınız, Desertzadə un məmulatlarının, Doktor Seyfəddin klinikasının və Aqromal Özbəkistan məhsullarının sponsorluqları ilə. Desertzadə Sumqayıtın düz bir girişində, Bağça şəhərdə yerləşir. Səhər yeməyi 10 manat, günorta yeməyi 8 manat 50 qəpik. Hər növ şirniyyatlar var orada, hər növ. Sadəcə gedib dadmaq lazımdır. Bağça şəhər Sumqayıtın düz bir girişi. Yəni, gedə bilərik bu arada, çıxanda da gedə bilərik bir kahve içməyə. Sonra təşəkkürlərim olacaq Doktor Seyfəddin klinikasına. Doktor Seyfəddin klinikası harada yerləşir? Bakıda, Xətai rayonunda. Həzrə Aslanov metro stansiyasının çıxışında təbii üsullarla, zəlidir, arıdır, hicamadır, hamısını Doktor Seyfəddin klinikasında bitkilərlə, məcunlarla müalicənizlə bu arada götürə bilərsiniz. Təşəkkür edirəm. Və Aqromal Özbəkistan məhsulları, bu da artıq ölkənin bütün regionlarında topdan pərakəndə satış nöqtələrini açıblar. Amma əsas bazaları Sumqayıtda 41 adadır, Bakıda 3-cü mikrorayon dairəsindədir. Özbək yarmarkası. Orada pal-paltarların kilosu 10-20 manat arasında dəyişir, 1 kilosu. Bununla yanaşı artıq çərəzlərdir, nə bilim dənli bitkilərdir, nə bilim noxududur, düyüsüdür, çayıdır. Hamısı artıq gəlib Özbəkistandan, özdə nə cür gəlib, qiymətləri su qiymətinə. Mütləq gedin, alın, istifadə edin. Bu qədər. Qonaqlarımı dəvət edim, gəlsinlər. Elə başlayacağım Fatimə Vəfadan. Vəfa, gəl. Çünki Solmaz xanımı ifası ilə çağıracağım deyə. Vəfa, necə? Yıxılmışdı, nə olub? Yıxılmışdım, Solmaz xanım. Arxaya çöndüm cavab verməyə. Nə deyirdi o iki daşın arasında? Nə bilim, gələndə soruşarıq. Otur görün burada. Sabahın xeyir olsun. Sabahın xeyir, nətər özümü itirdim. Solmaz belədir də, adamı çaşdırır. Hə. Sən harada oturmaq istəyirsən? Hə, qoy onda stolda oturaq. Yıxılırsan divanda. Aşağı yaxşı. Gəl stolda oturaq. Otur yaxşı ürəyimdə, keç otur. Hə, stolda. Harada ürəyin istəyir, otur. Harada oturum? Deyir Öbürsündə burada. oturum. Yaxşı oturum. Yıxmışdın mənə ay solu. Demək, Vəfa, necəsən? Can, çox sağ ol, sabahın xeyir olsun. Səni sevəni hər kəsi salamlayıram. Bütün bizi izləyən tamaşaçılarımızın hər vaxtı, sabahı, gün ortası, gələn axşamları hamısı xeyirli olsun. Xoş gördük sizləri. Bizim burada çox dəyərli operatorlarımız var, səs rejissorumuz var. Orada gözəl bir xanımımız var. Hamıya salamlayırıq, hamıya salam. Allahın salamı hər birinizə olsun. Çox təşəkkür edirəm, əzizim. Mənim burada bir dostum var, dünya çempionudur. Özü də mənim elimdir, çox gözəl bir oğlandır. Çox qəşəng bir insandır. Mən sadiq dostlarımdandır da. Sərhəd Quliyev, ailəlikcə idmançıdırlar hamısı. Sərhəd, gəl, sabahın xeyir olsun. Çox səni Sərhəd də burada yoxdur. Gəl, keç. Bəylər elə başda otursun. Xanımlar da ortada otursun. Nə deyirsən? Təşəkkür edirəm, çox sağ ol. Yaxşısan Sərhəd? Yaxşıyam, Allah sonumuzu sağ Evdə, eləsin. işikdə, balalar. Yaxşıdırlar hamısı. Mən də salamlayıram. Təşəkkür edirəm. Xanımları da sizə salamlayıram. Bizə baxan tamaşaçılara da salamlayıram. Təşəkkür edirəm sizə. Hər zaman evlərə dəvət edirsiniz. Xalqımıza tanıtdırırsınız bizim kimi idmançıları. Bizim də borcumuzdur. Səfərlərin zaten yoxdur? Yox, hələ yoxdur. İnşallah gələnlərə dünya çempionatımız Necə, keçən bizim görüşümüzdən sonra harasa getmədi? Yox, sadəcə ölkə daxilində yarışlarımız olub. O da tələbələrimizə çıxarmışıq. Yaxşı nəticələr veriblər. Bəs axı orada dedin ki, biz gedirik bilmirəm hansı ölkəyə, hansı ölkəyə. Hə, dünya çempionatına gedəcəkdik. O təxirə salındı. İnşallah gələnlər 2026-da müəyyən səbəblərə görə keçirmədilər. Bəli. 2026-cı ildə Qazaxıstanda olacaq. Dəstək olanlar varmı? Var. Yəni sponsor cəhətdən, hansısa şirkətlər, idarələr, müəssisələr və yaxud iş adamları. Mən bilirəm ki, idmançılarımıza çox dəstək olurlar. Var, dəstək olanlarımız var. Sadəcə
efirdə adını hallanmaq istəmirlər. İstəmirlər. Bəli, istəmir. Yəni də- Hətta belə adamlar da Bəli, var. təşəkkür edirəm. Yox, idmançılarımıza belə deyək də dəstək olanımız var. Amma adam var ki, adama bir dənə yumurta verir, deyir məni çək paylaş. Nə oldu, paylaşmadın? Deyir, ay nə oldu da, nə qaça qaçdı da bir dənə yumurta vermirsən. Samir, maşallah olsun, son vaxtlarda uşaqlarımız, gənclərimiz o qədər idmana qarşı çox meylləniblər. Əvvəl belə deyildim. Mən bilirsən də, oğlum da dünya çempionudur, Avropa çempiyonudur. Oğlum? Hə, düzdür, üçüncü yer. Deyirəm, oğlum, bu üçdən aşağı düşə bilmirsənsə. Deyir, ona üçdə deyir, dünya üçün, Avropa üçün deyir, çox böyüdür. Hə, yəni, insana həm qürur verir, insan həm qürurlanır. Düzdür, mənim üçün çox çətindir hər dəfə onun maddiyyat Dəfə özün eləyirsən. hamısını özüm eləyirəm. Məsələn, onun hər səfərində 3000-3500 manat xərcim çıxır. Hər səfərində. Çünki orada qalmaqları var, vizası var, bileti var. Hələ sponsoru yoxdur da onda uşağı var. Yaşları az daxil uşaqdılar. Bacımın oğlu dünya birincisidir, Avropa birincisidir, mənimki üçüncüdür. Heç deməmişsən bunlar haqqında Hansı idman danışmamısan. növünə? Karate. Karatedə, Bakıdan məşq edirlər. Bakıda. Vəfa, bəs onları da gətir, qoy tamaşaçılarımız tanısınlar. Bilsən, onlar hər günkü dərsdə olurlar. Mənim oğlum deyir, ana, mən bilmirəm sənin hansı arzunu yerinə yetirim ki, sənə xoş olsun. Yazıq uşaq həm skripkaya gedir, həm şahmata gedir, həm idmana gedir, həm ingilis dərslərə hazırlaşır. Bu il 9-cu sinifdədir. Səhər tezdən... Şahmatı neyinirdin ki, nə vacib idi şahmat? Bilirsən, mən onu, məsələn, həm nə musiqiçi eləyəcəm, nə şahmat sahəsindəyim. Sadəcə, şahmat riyazi fəndir, riyaziyyatdır deyə uşağın beyni daha yaxşı inkişaf eləyir. Mən onu inkişaf bir də bacarığı olsun. Məsələn, mən onu deyirəm ki, pianino çalır, deyirəm, mən sən pianist eləməyəcəm, bəstəkar eləməyəcəm. Sadəcə həyatdır, evləndin, bir xanımınla bir səfərə çıxdın, haradasa oturdun, bir pianino çaldın və yaxud bir skripka çaldın, bacarsın deyə eləyirəm. Sonra böyüyəndə deməsin ki, mənə heç nə vermədin. Yəni, bəlkə də indi mənim arzularım olub, bunları eləyə bilməmişəm deyə onu yükləyirəm. Danışaq bu barədə, uşağı da çox yükləmək olmaz. Solmaz xanım saz haradadır? Sazsız gəlmirsən bugün? İfa elədiyim mahnılar sazsızdır. Sən canat aşıq kimi tanıyır, deyirlər aşığın sazı yox. Mən bəstələrimlə gəlmişəm. Bugün deyir dəstələrimlə gəlmişəm. Solmaz xanım Kösayeva, gəlsin. Dünyaya göz açtım boynunda senin, ayotlardı yarım güllü gülşenin. Dünyaya göz açtım boynunda senin, ayotlardı yarım güllü gülşenin. Tükenmez servetim varımsan benim, tükenmez servetim varımsan benim. Tanrıdanın güzel bize pay veten, yoktur hiçbir yanda sene kaybeten. Tanrıdanın güzel bize pay veten, yoktur hiçbir yanda sene kaybeten.
eşqimdə sən, həvəsimdə sən, havamda, suyumda, nəfəsimdə sən. Mənim eşqimdə sən, həvəsimdə sən, havamda, suyumda, nəfəsimdə sən. Dünyanın ən şirin bəstəsi sənsən. Dünyanın ən şirin bəstəsi sənsən. Qışında olubdu mənə yay vətən, yoxdur heç bir yanda sənə tay vətən. Qışında olubdu mənə yay vətən, yoxdur heç bir yanda sənə tay vətən. Azərbaycan himni çalınan zaman, qəlbimdə çağlayır sanki bir ümman. Azərbaycan himni çalınan zaman, qəlbimdə çağlayır sanki bir ümman. Sənə sığınmışam, doğma anamsan. Sənə sığınmışam, doğma anamsan. Həzin qulaqların bir laylay vətən, yoxdur heç bir yanda sənə tay vətən. Həzin qulaqların bir laylay vətən, yoxdur heç bir yanda sənə tay vətən. Yoxdur heç bir yanda sənə tay vətən, yoxdur gözəllikdə sənə tay vətən. Davam edirik əziz tamaşaçılarımız. Sabahın xeyir olsun. Solmaz xanım, xoş gəldin. Sabahınız xeyir, xoş Necəsən? gəldik. Qoyun bunu udaydılar. Gələndən 10 stəkan çay içilir. Dəyərli bizi izləyənlər, Çay yetirmirsən. Azərbaycanımın gözəl xanımları, igid oğulları, elə gözəl bir ərəfədə Samir bəy bizi çağırdı ki, verilişə. Zəfərimizin 5-liyi ilə bağlı gəlmişik bugün bu studiyaya və mənim də ifalarım, bəyəxsaz gözləyirdin, ifalarım da sırf zəfərimizlə bağlı olan mahnılardır. Gözəl vətənin birinci mahnı, sözlər də musiqi də mənə aiddir. İkinci mahnım Allah qoysa 44 günlük müharibə ərəfəsində Bu il sırf vətənpərvərlik. 44 günlük müharibə ərəfəsində yazdığım Qarabağ marşıdır. Sözlər bizim gözəl Məryəm Qasımlınındır. Musiqi də mənə aiddir. Maşallah olsun. Samir, mən üzr istəyirəm, mən bayaqlarım az qalmışdı, yıxılım deyə özümü itirdim, bilmədim. Girişi nətər elədim, özümü itirdim. Amma əslində mən doğrudan da, yəni mənim Qarabağlı qız olaraq mənim üçün çox böyük fəxarət hissidir. Mən də hər kəsin Zəfər bayramını təbrik eləyirəm. Zəfəriniz mübarək olsun. Dünənlərim Azərbaycanımızın simvolu olan bayrağımızın günüydü. Ona görə hər kəsi səmimi qəlbdən, ürəkdən təbrik eləyirəm. Nə yaxşı ki, belə oğullarımız var. Bizə bu qəhrəmanlığı, bax bizə bu fəxarət hissini yaşatdılar. Allah belə bütün oğullarımızı, millətimizi qorusun. Amin. Amin. Sərət ayrılacaq şivayı, Orxan Beyci Rəis, səbirli ol. Yuxudan neçədə durursan? Səhər işim olanda məsələn tezdən dururam. Neçədə durursan? Məsələn saat Yuxudan durğuzmayar, bax bu gün neçədə durmursan? 10-da yəni verişlə belə. Amma verişi olmasaydı neçə qədər 12 yatacaqdın? kimi. 12 kimi yatacaqdın, hə. Çünki axşam məşqim var, bir dincəlməliyəm də. Axşam 7-də məşqə gedirəm, saat 12-də çıxıram. Gecə 12-də. Bəli, 2 smen dalbadal məşqə çıxıram axı mən. Gecə neçədə yatmısan dünən? Gözü dünənləri ilə 12-də 1-də yatmışam. Vəfa sən də gecə saat Biraz gec yatıram da. Mən 3-də yatmışam. Bu da 6-da, niyə uşağın ağlayır? Yox, saçımı parixmaxara getdim, saçım çıxmasın deyə 6-ya qədər oturdum. Gecə 6-ya qədər. Səhərin Səhər 6-da. 6-ya qədər oturdum. Səhər 6-ya oturdum, ondan sonra... Ondan sonra yatardım. Harda oturdun? Ustanın yanında. Yox, kresloda oturdum. Kresloda oturdum. Mikail keçən dəfə deyirəm, buradan salamlayıram Güləddin oğlum. Deyirəm ki, Mikail,
saçını deyir, valla ustaya gedirəm. Səhərə qədər deyir, qabaq mən də elə yatırdım. Deməli, burama bir şey qoyurdum, yastığı ki, başım dağılmasın. Havalanda gözlədiyimiz Sabahları məclisə gedəcəm, o ustanın yanına getməyin o əlimcəliyi var ha. Ya da üz üstə yatırım. Elə yatırdım, buramı qoyurdum yastığa ki, saçım dağılmasın. Amma usta da gec gəlir, 11-də gəlir. Mən lap ustaya getsəm belə çatdırmıram. Sağ olsun, Mirror, bizim Miri ustamız. Rayonlara gedəndə tanıyırsınız da Mirini. Elə yaxşı oğlandı doğrudan, həqiqətən də onun haqqında danışırdım. Rayonlara indi biraz işləri çoxalıbdı. Tabii populyarlaşıb, ulduz olub. Rayonlara gedəndə mənlə gedirik, əziyyətim yox idi. 5 dəqiqənin içində xariqələr yaradırdı. 5 dəqiqənin içində. Sənin saçında nə var ki, Allah səni saxlasın? Nə qədər o adam yaxşı. Mənim saç ustam Asiya xanımdır. O 35 ildir mənim saçımı düzəldir, saç ustamdır. Xaricə gedəndə gedirəm bir gün öncə, saçımı düzəldir. Gedirəm orada 3 gün konsertdə oxuyandan sonra təzədən başımı yuyuram, artıq ehtiyac yoxdur. O 3 günü dağılmır. Onun bir yəqin 60 yaşı var. Yox, o məndən kiçikdir. O məndən kiçikdir. 35 ildə odursa, yəqin bir 20 yaşında başlayıb da. 18 yaşında. 55. 55 yaşında. Sən indi 10 yaşı lazımdır. Sənə lazımdır 10 yaşı. Nə fərq elə? Mən 70 yaşındayam, o da qoy olsun 55. Doğrudan 70 yaşındasın. Sağ ol bala. Bu il mənim zəfərimizin 5-illiyi ilə bağlı. Solmaz xanım, eşitdim özünə ad günü keçirmişsən. Özümə ad günü keçirməmişəm. Mən hesabat vermişəm xalqın. Bəs bizi çağırmadın axı heç? Mən səni çağırardım, amma niyə çağırmadım bilirəm. Sənin hər günün zaniyetdir mənim əzizim. Yox, axşam. Mən il qutarana qədər bir dəfə də hələ ad günü eləməliyim. O siyahıda cavanlardır. Burada yaşlılardır, özümə yaşlılara uyğun. Heç vəfa da yox idi orada. Vəfa aparıcı kimi var idi, qonaq kimi deyil. Mənim yanımdan kimlərsə dedi, gedirik Solmaz xanımın ad gününə. Deyə bilməz. Yox, Solmaz xanım belə Sizin yanınızda mənim ad günü eləmədi. Yəni Sənət adamlar çağırmamışdı. Sənət adamlarına bir dənə yaşıma uyğun Gülara xanımıdır, bir də Ulduz xanımıdır. Vəssalam. hə, yox, ancaq Başqa belə heç kim öz yox. ailə belə Yaxın dostlarımıdır. Neçə nəfər çağırmışdın? Valla 70 nəfər nəzərdə tutmuşdum ki, yaşıma biri də, o mənim arzum idi. Amma belə baxdım ki, axtara 69 gəliblər. Yox, artıq gəldilər, yox, artıq idi. 70-dən çox. Artıq idi. Muğam teatrında da Solmaz xanımın ad günü. Gözəl bir konsert qeyd elədi. elədilər. Muğam teatrında 7-dən başlayan konsert də neçədə bitdi? 11-in yarısında. Ay 3 maşallah. saat yarım, özdə 5 dənə mahnı canlı ifa eləmək bu yaşda. Orada bilsən ki, canlı qoyurlar da, cansız Yox, yox. maşallah, canı sulu qalmışsan. Yox, niyə qalmayım ki? Mən davamlı su içirəm, ona görə canım sıxılır. Yox, 70 yaş. Mən bilmirdim sənin 70 Valla yaşı mən var. bir şey deyim, Solmaz xanımın kim nə deyir desin. O Daxilin- qədər gözəl ürəyi var daxilin ki, gözəl o olanda qədər qadın qoca. böyük qəlbi var ki, o qədər heç kimə paxıllıq hissi Yox, duymayan məndə qəlbi yox. var. Elə 100-də də belə qalacaq. Sən biraz üzü kameraya ötür, əzizim. 100-də də belə qalacaq valla. Dəyişilmir bu. Hə, elə bir xaladenikə maşallah qoy dondururlar. Sonra Bilirsən niyə? Hələ heç nə eləməmsən ha. Əməliyyat da yox, eləməmişsən. yox. İstəyirəm gedən biraz bu xalq hissəmi götürəm. O da deyirlər eləmək, belə qəşəngsən, bu qəşəngdir deyirlər. Onu kim deyir, yalan deyir, sən Bilmirəm də anladın. indi. Sən bir dəfə söz verdin, bir dəfə elçi, Mütləq- bir dəfə elçi söz verdi, bir dəfə sən söz verdin ki, hansısa kimə göndərəcək. Aha. Göndərə bilərəm yenə də. Bilirəm, yəni bilirsən necədir? İstəmirəm Solmaz üzü ki, dəyişilmir. Dəyişilmir, mən belə maşallah. ponçikdir də, ona görə dəyişir. Solmaz xama Mən- yüngül əl Vallahi gəzdirmək, Ruhəngiz, belə ehtiyac Allah yoxdur. verdiyi vada sizlə yaşlıdır Bəli, da. eyni yaşdayıq. Eyni yaşda. Ruhəngiz xanım hələ o qədər prosedurlar eləyir, onu belə... Amma prosedurların özü, üzün dərisini sallandırır. Cizgilər də gözəl olmalıdır da. Yox, söhbət cizgilərdən getmir. Sami, sən bir şey deyim, sən kişi xeyli indi bilmirsən də, biz qadınıq bilirik. Bu dəri deyilən bir şey var ha, bundan çox şey asılıdır. Bunun dərisi Hə, maşallah. məsələn insan var ki, Əti daşı kimi üzü dərisi, dərisi yaşlanmağa Nə meyillidir. deyirsən ki? Hə? Bu da mənim balam, sən də mənim balam. Biləmi deyirəm, əti daş kimidir. Belə olmalıdır, nələr olmalıdır ki, şındır Yaxşı baxdı olmalıdır. üzünə. Hə? Üzünə yaxşı bax. Ata, insanı qocaldan nədir? Qeybət qırmaq, Həyat paxıllıq tərzinə eləmək, içində qurtlarının o qaynanırsan. Yazıq bircə dəfə ərdə olub, ərdə Nə çıxıb olmalı? gedib. Gedibdən Allah canını sağ eləsin. Vallahi. Valla bəlkə də yanımda olsa qocalacaqdı. Hə. Belə mənim bəlkə də qocaldan o olacaqdı. Doğru. Valla indi görsən nə qəşəng. Uşaqlarımla, nəvələrimlə məşğulam. Allah hamının balalarını sağlasın. Allah o bir balanı mən budaq eləsin, Çox bir sağ ol. balanı mən budaq eləsin. Sonra ümumiyyətlə Toylarını baxırsan, görəsən, O inşallah. yaş deyil də hələ. Yəqin Sən belə danış da qadasını alıb. 80 yaşında sən. Onda deyək, bax, biz bunun 60 yaşı 70 var. yaş elə bir çox. Harca 55. Yox, artıq verirsən. Ata, deyən. Artıq verirəm. Deyən. 75 il yaşamış, 70 il yaşamışıq, doğru mu? Onun gecəni çıx, gecə biz yaşamırıq, yatırıq.
Neçə qalır? 35. Mirəsiz gecə. 35, tamam. 35 qalır, doğru mu? 35-in də yarısı var, yarısı nə qədər olur? 17 yaş. Onun da üstə gələndə 52 yaş edir. Mən 52 yaşındayım. 52 yaşındayım. 52 yaşında. Da gecəni yaşamamısan, özünü neçə yaşında hiss edirsən? Vallahi özüm 35 yaşında. Hə, bu daxili yaş var. 35 Özünü yaşında. 35 yaşında hiss Allah'ım olsun, edirsən. 35-40 o yaş. başqa Əslində bir yaş şey. bir rəqəmdir. 35-40 Yaş bir yaşındayım. nömrədir. Məsələn, mən çox deyirəm, insanlar sən neçə yaşında görürlərsə, sən o yaşdasan. Rəqəmdir, nömrədir. Yəni, yaşı beynimizə o türklər deməli takmayın ki, mənim 50 yaşım var. 50 yaşım var. Məsələn, mən oğlumdan onun paltarlarını geyinirəm, o mənim paltarımı geyinir, mən onun paltarlarını geyinirəm. Yəni, mən hələ o şeydə deyirəm, elə biləm ki, mənim də bir 23-24 yaşım var. Və sən özün neçə yaşında istəyirsən? Ay, mən onu deyirəm, bu daxili yaş ki var ha. Bu çox önəmli və başqa bir hissdir. Məsələn, insan var ki, mən onunla danışıram, hətta məndən yaşda balacadır, bilir, mən daxilən özümü elə bilirəm 50 yaşım var. Nə 50 yaş, elə bilirəm 18-20 yaşım var, valla. 18 yaş. Hə, 20 yaş. yaş. Bəs sən özün neçə yaşında istəyirsən? 25. 25 yaşında. Sən özün qoca hiss eləyəsən. İdman eləyirik, idman eləyirik. Məsələn, o uşaqlarla məsələn məşq edirik. Havadasan, yəni indi də. Ya nəyə gördürəm? Yəni özüm elə hiss Sən özünü edirəm qoca də. hiss eləyəsən. Yaxşı. Yo, O da gözəl şeydir, Sami müəllim. Neçə hiss O da eləyirsən? gözəl şeydir. Amma bir Sən bax neçə otur özünə istəyirsən? qapanırsan ki, mənim yaşım bu qədərdir. 16. Yox, 16 yox. 25-26 hiss eləyir. 25-26 yaş. Nəsə cavanları yığırsan. Sən idman Şahi edirsən, məlumatımız var. istərsəməz 25 Şahi yaşında məşq edir. məlumatımızı izləyək. Ondan sonra mən reklamlarda soruşacağam. Sərhəddən görüm, doğrudan da 25 yaşında özünü istəyir, yoxsa yox. İzləyək şahi məlumatımızı. Hörmətli tamaşaçılarımız, proqramımızın sponsoru Aqromal Özbəkistan məhsullarıdır. Bilirsiniz ki, Aqromal Özbəkistan məhsullarında nə alırsınızsa alın, söhbət pal-paltarlardan gedir. Kilosu 10 manat, 20 manat arasında dəyişən qiymətlərlə sizə təklif olunur. Ünvanlarımız ölkənin bütün regionlarında Özbək mağazaları deyilən ünvanlardan siz kilo ilə pal-paltar ala bilərsiniz. Sumqayıtda 41 ada, Bakı şəhərində 3-cü mikrorayon dairəsində topdan və pərakəndə satış nöqtəmiz var. Yolunuzu gözləyirik. Digər sponsorumuz Doktor Seyfəddin Klinikasıdır. Bilirsiniz, Həzə Aslanov metro stansiyasının çıxışı Söhbət Xətai rayonundan gedir. Doktor Seyfəddin Klinikasında bütün müalicə və müayinələr təbii üsullarla aparılır. Və xəstəliklərinizi tam təbii üsullarla müalicə elətdirib sağlamlığınıza qovuşmaq istəyirsinizsə, aşağıda gördüyünüz telefonlarımızla əlaqə saxlayın. Doktor Seyfəddin və onun komandası sizin sağlamlığınızın keşiyində dayansınlar. Təşəkkürlər. Hörmətli tamaşaçılarımız, mən sizə növbəti sponsorumuzu təqdim etmək istəyirəm. Şipşirin, bax bu sponsorumuz Sumqayıt şəhərinin girişində yerləşən Bağça şəhər yaşayış kompleksində yerləşir. Desertzadə Pastra and Bakery şirniyyat evi. Bəh, bəh, bəh. Ən gözəl şirniyyatlar, tortlar, kurabiyələr, ürəyiniz hansı ölkənin şirin təamlarını dadmaq istəyirsə, mütləq gəlməlisiniz ora. Bununla da xidmətlərimiz yekunlaşmır. Səhər yeməyi, bəli, səhər yeməyinin qiyməti 10 manatdır. 10 manat verirsiniz, səhər yeməyi. Ləziz təamları düzürlər qarşınıza. Bununla da kifayətlənmirik. Və mən sizə 8 manat 50 qəpiyə olan yemək süfrəmizi də təqdim etmək istəyirəm. Business Lunch. Hər gün hörmətli müştərilər, gəlin günorta yeməyinizi 8 manat 50 qəpik ödəməklə istədiyiniz təamlardan dadın. Telefon nömrələrini görürsünüz. Buyurun, gəlin. Sualı verdim, cavabını da aldım. Qəşəng faydalı məsləhətlər verdi Solmaz xanım mənə. Doğrudan o qədər gözəl müqayisə elədi, o qədər gözəl belə əlaqələndirdi ki. Bir daha, o fikrə düşməyəcəksən. Nə oldu, yıxıl? Yox. Ay Allah. Stullarınızı xahiş edirəm. Normal otura bilirsən, Yox. 35 yaşında istəyirəm. Divanda otura bilmirsən. Sən inanırsan, bax, başqa kanallara gedəndə, Allah'ın olsun, mənim üçün ayrıcana kreslo tipində stullar qoyurlar. Niyə? Niyə bilirsən, diz qapağım çıxır mənim. Gənclikdən var ha o, yəni indi deyil, yaşla əlaqədar deyil, deyəsən ki, birdən yaşlanmırsan. Elə olmalıdır ki, dizim aşağı belə sarkmasın. Sarxanda belə aşağı gedəndə o diz qapağım çıxır. Sən yatanda necə yatırsan? Yatan ayağa nə dəxli var? Oturmaqdan gedir söhbət. Qığırdaqlarımız yeyilib də yəqin. Yox, yeyilmir, o cavanlıqdan var. Bu məndə diz qapağı çıxır, yeridik halda da bir də çıxdı. Elə gərək dayanam onu, momental dayanıram, özüm belə
mini-disk oynayır da Benim orada. cavanlıqda çox piyada gəzdim. Yox, heç həyatım boyu piyada Çəki gəzməmişəm. məsələsi ola bilər. Çəki. Çəki də yox. Bacım, mən 49 kilo olmuşam mən orta məktəb qurtardım. O vaxt İndi neçə kilosan sonra sağ? indi 78 kilo. Yaşı ilə bərabərdir, yaşından azdır. 78. Mən sən bir şey deyim, mən sən Kök görsəndən də elə. Hə, o yaş Sümüyüm ağrır. Yox, elə olduğuna baxma. Qadınlar həmişə belə görsənsə Məsələn, də 80 aşağı Mən olur. də 70 neçə kiloyam. Sən də. Sümüyüm ağrıdı mənim. Bax 70 neçə kilom Yox, o o bir də sümük bu. ağır olan kişilərdir. Məsələn, onu deyir də. Deyir, Hə. məsələn, mən də 70 neçə Sümüyün kiloyam, ağrı. sən də. 73 varsan Sami. 75 kiloyam. Sən də 75. 76. Ta 1 kilonun söhbət Bu edirsən. da paltarım var. Kişilərin Sən çəkisi ilə maşallah. qadınların çəkisi Ne olsun maşallahı da var da. Oğlun zadan. Ha? Səndən sonra gerək gedəm üzəri yandıram. Hər yerə belə bir nəzər. Yox, deyirəm yəni ətli canlısan da, onu deyirəm. El olmalı da, qadın el olmalıdır da qadası. Yoxsa belə anqut kimi nə yalarsan? Deyirəm qabaqki kişilər. Yanında anqut oturub. Sən gəlsən. Solasam. Sən. Qabaqlar məsələn biblərimə zadıma baxıram. Hamısı ətli, canlı, belə kök falan beşməkən. O indi deyirlər belə arıqdır, arıq olsun. Qabaq məsəl üçün bəylərimiz, kişilərimiz o köhnə kişilər. Xanım xatun. Xanım xatun, ətli canlı Allah qızlarla. mamana ilə. rəhmət eləsin. Mama necə gözəl idi. O fitinli, qəşəng, gözəl. Mən o mamaya baxandan sonra sənə bərəkallah demişəm ki, elə bir xanımdan süt əmibsən. Sən görmüşdün anamı? Yox, Sən görməmisən. yox, yox. Sən baxsam sən harda görmüşdün? Rəsm vardı məndə. Hə. Hə, mən də rəsmini görmüşəm. Ümumiyyətcə Qadın ümumiyyətlə biraz ailənin ətlidir, evlad bir üzərində balaca. böyük təməli var. Valideynlərin evlad üzərində təməli çox böyükdür. Nə barədə? Tərbiyə, ədəb, ərkan, o nöqteyi nəzərdən. Hə, vəfa bir şeir də gəlsin. Versinlər o musiqini elə. Hə, verir. Artıq eşidirsən də, dinən. Versinlər deyənə verib o. Tənha qoydun sən məni. Yanımda qalmadın ki. Həsrətim mənim oldu, heç mənim olmadın ki. Çox uzun çəkmədi bu visal, qısa oldu. Həmdəmin bir duyğular, bir də ki masa oldu. Ağaclar sıxır məni, kollar gəlir üstümə. Sənlə qoşa getdiyim yollar gəlir üstümə. Ta nəfəsini üşütmür, dodaqlarım üşüyür. Buz kimidir öpdüyün, yanaqlarım üşüyür. Sənsiz mən yad sanıram öz evimdə özümü, indi yoxsa kimə bəs deyim ürək sözümü? Sən ki mənə deyirdin, mənim iki gözümsən, elə bildim bir canıq, elə mənim özümsən. Amma heyf, çox heyf, arıya nida düşdü. Qismətimə bir həsrət, bir də əlvida düşdü. Tənha qoydun sən məni, yanımda qalmadın ki. Həsrətim mənim oldu, sən mənim olmadın ki. Sən mənim olmadın ki. Maşallah. Solmaz xanım, bir xanım mənə yazır ki, Solmaz xanım super xanımdır. Super xanımdır. Çox istəyirəm onu. Allah da onu Deyir, istəsin. ona deyin ki, mən o xanımın ad gününə dəvətli olmuşam, yazır. Surə. Tanıyırsınız? Bəli. O mənim deyim neçə yaşımdaydı, dostluqda elədim onu. Dərinəgül Hardan izləyir bizi, onu deyin hələ? Bakıdan. Bakıdan izləyir. Qərbi Azərbaycandandır. Jurnalist Əhmədin qızıdır. Surə xanım. Şiddi kəndindən. Maşallah. Ermənistanın Şiddi kəndindən. Ne yaxşı, təsadüfən baxır, O yoxsa mənə bir demişdin? Yox, təsadüfən baxır. O mənə bir buket gətirmişdi. Bu arada onu da qeyd edeyim. Görə indi mənə nə gətirəcək? Buketin böyüklüyü 4 adam zorla onu gətirdi. Elə bir buket gətirmişdi. Surə xanım belə xanım Bəli. Allah ömür Surə versin. xanım sizi salamlayırıq. Allah sizə ömür Salamlayıram versin. cansa. Onlar bu Çox şad oldum. qaçqınlıq vaxtı da atamgilin Tanışlığa, qonaqları diyarlı olub olsa. ailəlikcə.
Qazaxda. Gülə eşitdin, şad oldun. Yo, belə dedi diqqətli Boylu, xanımdır. gözəl Mən xanımdır. üçün diqqətli insanları sevirəm. Sən hər şeyi, hədiyyələri də sevirsən, bilirəm. Diqqətli insan. Ya, o Solmaz xanımın sənətinə ki, dəyər Amma verir. görün neçə il üstdən keçir. Yəni mənim bugün əgər məclisimdə olan kimsə zəng eləsə, yerinə qədər deyirəm ki, Dərnəgül Əyləncə Mərkəzində olmuşdu. Adını Mənim çəkib verir, restorana çəkib olmaz. Bu arada mən də bir dostumuz var, onu salamlayım. Dostumu salamlayıram. Mənim deməli, belə deyim də, bugün düşmən tapdağından torpaqlarımızın alınmasında müstəsna xidməti olan bizim vətən qazimiz var. Özü Kəlbəcərli balasıdır. Elvin dostumu buradan xüsusi salamlayıram. Mənim üçün çox dəyərli biridir, dəyərli dostumdur, qardaşımdır. Axşam belə qonaq oldum Elvinin. Birbaşa oradan gəlmişəm efirə. Baxır, deyir Solmaz xanımı təkləmiş elə bil, yox, Solmaz xanım bizim ürəyimizdir, mamamızdır. Solmaz xanımı təkləmək olar. Yox, qətiyyən. Əksinə mən sevinirəm İnşallah ki, toy olacaq Elvinin bu arada. İnşallah. İyun ayının 6-sında və belə bir yerdə idarə eləyərik onun toyunu. Eləyərik, Allah qoysa, mən buradan, mənim də keçən dəfə də sənin verilişinə mənim üçün gül göndərmişdi. Qazimiz var, Həsən Fəda, onu da mən buradan salamlayıram. Onun da zəfəri mübarək olsun. Allah ona can sağlığı versin ki, bizim klipimizdə də Qarabağ, o Qaradəniz klipimizdə də Həsən çəkilib. Buradan Sumqayıtda olur, onu da salamlayıram. mən də bütün Bəli, biz də şəhidlərimiz salamlayırıq. onsuz da qurban olduğum Allahın uca məqamındadır. Məkanları cənnətdir. Canlı şəhidlərimiz də qazilərimizdir. Allah onlara can sağlığı versin. Hamısını təbrik edirəm. Onların sayəsində bizim torpaqlarımız işğaldan azad olundu. Sən xalan oğlu idi, qohumun idi. Hansısa o da qazi idi, bizim klipdə çəkilmişdi, sən göndərmişdin. Ramil, o əsl qazidir də, yəni əsl O da- döyüşkən bir qardaşımızdır. Onu da salamlayıram buradan. Bu arada deməli tələbələrindən Sərhəd müəllimə salamlar olsun. Sərhəd sənə tələbələrini salam göndərir. Sağ olsunlar, mən də onlara salam göndərirəm. Nə qədər tələbələrin var Sərhəd? 5 ismendir də. 5 ismendir. 5 ismi? Bəli. Ay Sərhəd qardaş, sənə qurban olum. Mənə maraqlı bilirsiniz nədir? Bu biz evdə uşağa bir kəlmə söz deyə bilmirik və yaxud insan ürək eləyib onu vurmağa, indi böyük oğlandır da 9-cu sinifdə. Amma bu müəllimlər, siz müəllimlər bu uşaqları gah nə bilim belə əlləri üstəki bir belə deyək də bir səhvləri olanda və yaxud uduzanda və yaxud İdman cəzası var da. Hə, müəllim elə cəzalandırır. Ürəyim ağrıyır o uşaqlara. İdman cəzaları. Samir. Nə olar? Bir dənə bax bunu gələndən öskür artıq onu mənim də boğazım qaşımağa başladı. Bunu nətər cəzalandıraq? Ona bir dənə sormalı konfet Ona yardım eləmək Müəllimə- lazımdır. Ayaq üstə müəllimə- saatlarla Yox, eləçinə məsələn uşaqlar çoxdur. Valideynə gəlib deyir ki, məsələn evdə təzəli yerlərdə Alimenti var onun. bunu Alimenti verirəm var sizə belə boğazında. deyir ki, əti bizim sümüyü şirəli sizin. konfetlər Amma biz var, eləmirik də. Mən ondan tələbələrimlə verməm. dostam. Hə? Mən tələbələrimlə dost kimiyəm. Onları mən həqiqətən çox istəyirəm tələbələrimi. Mən hər bir müəllim öz tələbəsi ilə, yaxşı tələbəsi ilə, müəllimin qədrini bilən tələbəsi ilə fəxr fəxr eləməlidir. eləyir. Bəli. Elə müəllim var ki, məsələn, tələbə yarışda uduzur, cəmiyyət içində onu üz üstürəm döyür, nəm üstünə qışqırır, olmaz elə bir şey. O uşağı iyrəndirmək lazım deyil. Məşqə birinci biz gənclərimizi, necə deyim, uşaqlarımızı idmana cəlb eləməliyik ki, o sağlam olsunlar, düzgün yol getsinlər. Amma necə də o cəzaların qabağında uşaq necə müəllimin çox istəyir, özüm məhtəl qalıram. Məsələn, mənim də tələbələrim elə əli üstə saxlayır ki, buralardan and olsun Allaha gözümlə gör. Uşağın buralardan burada Yox. cəzadan zədələ. Hə, Yox, bilsin cəzalandırırlar. necədir? O Denən ona- idman cəzaları. Hə, idman cəzaları. birisinin də tədir xanım, indi siz deyirsiniz, məsələn, jim elətdirir və yaxud da onun bu hissələrini bərkimək onun üçün yaxşıdır, xeyirdir. O müəllim bilir nə verir ona. Məsələn, mən elə tələbəm var ki, pres verirəm cəzası və yaxud da nə bilim. Düzdür, indi mən təkəm. O 30-40 dənə tələbə hərəsi bir evdən gəlib, nə səs, köy qışqırır ki, sakitcə durun. İndi Uşaqlar xoş qarşılayırdı o cəzanı. Bəs onu deyirəm də, mən Hətta deyirəm bir biz bir səfərdir. kəlmə söz deyə bilmirik. Çünki o müəllim cəzasıdır. Necə müəllimlərin çox istəyirlər, ay Samir. Biz də şiddətə qarşıyıq. Bunlar şiddət göstərmirlər. Yox, İdman şiddət cəzaları. bilirsiniz də müəllim özü sevdirməlidir. Məsələn, biz Sən birinci desən çox döyürlər. biz idmanımızı sevdiririk birinci. İdmanı sonra da müəllim özünü sevdirməli ki, o tələbə ilə müəllim. Mən dost kimiyəm Bəli, tələbə. elə olmaq lazımdır. Buna bax, Solmaz xanım.
Çəkib atıblar. Hə. İmkan vermirsən. Bilmirəm, hərdən. Doğrudan artıq peşə vərdişlər çevrilib deyə. Mənə bu Efirə verilişlər gəlirəm, Rusiyadan ha. atırlar, xaricdən Hə, atırlar. efirə gəlirəm. Çək. Elə bilirəm ki, Eminə o günlər deyirəm elə bilirik ki, biz ancaq artıq da 20 ildir də tam səmimi. Elə bilirəm, ancaq özümüzdən ibarədir. Bax, gəlir burada işimizi görüb çıxırıq. Ki, qırağa ki, çıxanda, o insanlar bir görsən, verilişdə falan şey olub. Durum, bunlar lap dəqiqliyi ilə oturub baxırlar falan gəlsə. Bəs mən inanırsan, mən bir elə verilişlərə çıxıram. Bu yaxınlarda mən sənə dedim də, sənin ad günün ərəfəsində Rostovdaydıq, Volgodonski şəhərindəydik biz. Oradan, məsələn, mən sənin verilişində olduğum ağzımdan, buradan salamlayıram onların hər birini, Sevda xanımı salamlayıram, Sevil xanımı, Qəmər xanımı, Murad bəy, Xəyalə xanımı, hamını salamlayıram. Elyanura xanım. Samir, inan Allaha, o qədər izləyirlər sizləri, o qədər izləyirlər. Yəni, adamlar 42 ildir, 50 ildir orada yaşayırlar. 1 qram, yəni mədəniyyətimizdən, o milli adətimizdən 1 qram dəyər itirmirlər. Məsələn, Rusiyada, xaricdə yaşayan Azərbaycanlarımız inciməsinlər bizim buradakı da, yəni biz buradayıq, onlar qürbətdədirlər. Onlar daha çox dəyərlərimizi saxlayıblar. Hə. Baxın, adət-ənənələrimiz, ondan sonra, bir də baxırsan, məsələn, bir yaz düşüb də, onu belə günə və gün, burada məsələn 3-ün 7-sin bir yerdən adamlarda deyək ki, ikisi bir yerdə olsun. Amma orada 3 ayrı keçirdilər, 7 ayrı, Mən onu anlamıram, 3-dən 7-ni bir yerə salmaq mən hələ anlamıram. O adamın üçüdür, 7-ni nə gətirib qoşmuşsan ona? Amma Rusiyada yaşayanlar toyda adət, ənənə, nişan, xına hamısını nöqtə vergülü ilə eləyirlər. Buradan öpürəm bizim soydaşlarımızı Rusiyada, başqa ölkələrdə yaşayan. Mən ilk dəfə sənin verilişinə nə vaxt çıxmışdım, orada bir onu deyirdim, bayaq sözümü unutdum. Nə vaxt sənin verilişinə çıxmışdım ilk dəfə, mənə dedi, yadında qonağa qədər mənə dedi ki, filan kəslə çıxmışdın. Sonra bir də Təyyar Bayramovla o biri studiyada dəyərli sənətkar, ona qədər deyirəm, Allah bunlar necə yadınızda saxlamışsınız? Mənə də toyda deyirlər, gülməyə tutur mən, deyirlər, o günləri verilişdə falan olub, deyirəm, haçan olub o, bilmirəm, yadımdan çıxıb. Yəni, o qədər diqqətli tamaşaçılarımız var. Var, sizin var eləsin. Gəl belə eləyək, Solmaz xanımdan bir ifa təqdim edək. Qarabağ marşı gəlir. Görək də, sən demə, Orxan görək, o da, hə, yaxşı. Qarabağ marşı. Efir rejissorumuz. Mən özüm ardıcılıq vermişəm ki, bu qələbəmizə bağlı və uyğun olsun deyə. O 44 gün müharibədə bəstələdiyim mahnıdır. Orxan Paşanın sözlərinə. Buyur, oxu, Ordumuz. Və yazan izləyicilərimizə də təşəkkür edirəm. Baxıram SMS-lərinizə.
əskər ordumuz. Biləyi dəmirdir, köksü sipərdir, qılıncdır, qalxandır, səngər ordumuz. Qəhrəman ordumuz, əskər ordumuz. Qəhrəman ordumuz, əskər ordumuz, qılıncdır, qalxandır, səngər ordumuz. Sonrasam təşəkkür edirəm bu cür mahnılar oxuduğuna görə. Müğənnilərə buradan deyirəm ki, bizim əziz müğənnilərimiz, əziz ifaçılarımız, bax ancaq toy tutmaq üçün mahnılar oxuyursunuz, ancaq sevgi, məhəbbət, belə xüsusi əlamətlər, günlər olanda hansı müğənniyə deyirik vətənpərvər mahnı, deyir məndə yoxdur. Bir vətənə da, biraz da yaşınızın üzrünə yaş gələndə, bir nə bilim, bir 50 yaşında, 60 yaşında olanda deyirsiniz, biz xidmət eləmişik bu sənətə, incə sənətə. Ay başıma dönüm, nəyə xidmət eləmişsən? Efirə çıxmışsan, toyva getmişsən, pul qazanmışsan, qazandığını dövlətə keçirtmişsən, yox. Özünə ev almışsan, maşın almışsan, nə bilim, dolanmışsan, gəzmişsən, tozmuşsan. Bəy keyfində yaşamısan. Bəy keyfində yaşamısan da. Yəni, bir dənə vətənpərvərlik mahnı deyirik, deyirsiniz, repertuarımda yoxdur. Ancaq toy mahnılardır. Mən sənətkaram. Sənətkarlıq insanın yaşı ilə, başı ilə deyil. Adam var, onun 25 yaşı var, 20 yaşı var, doğrudan o sənətkar doğulubdur. İfaçılığı elədir ki... Bəli, sənətkar doğul, bax. Mən dünənlərim çox gözəl bir mövzuya toxundum. Dünən musiqiçilər danışırdı. Danışanda dedim ki, buradan salamlayıram bizim dəyərli sənətkarımız Akşin Tareloğlu'nu. Akşin bəy mənlə işləyir deyə demirəm. Bax, dünən Mədəniyyət Nazirliyindən adama zəng eləmişdilər ki, Xankəndində böyük bir tədbir olacaq, dövlət tədbiri və Türkiyənin prezidenti də gəlir. Və insan anadan sənətkar doğulub. Məsələn, cənab prezidentimizin qarşısında, Pakistanın prezidenti gəldi bu yaxınlarda, onun qarşısında çıxış elədi. Akşin bəy çıxış elədi. Bütün dövlət tədbirlərinə adamı çıxardılar. Çünki niyə adam sənətkardır? Başa düşdüm, mən bunu demək istəyirəm ki, dünən də deyirdim, insanın gərək anadan doğulanda,
şərtdir, təhsil şərtdir, Bəli. universitet şərtdir, amma valla insanın özünün Sənətkarlıq. canında, qanunda, özünün istedadı olmasa 50 dənə məktəb bitirsin, heç birinin xeyri yoxdur. Xeyri yoxdur. Və mən nə mədəniyyət universitetini bitirmişəm, incəsənət universitetini bitirmişəm. Valla belə götürəndə heç bir musiqi sahəsində heç bir yeri bitirməmişəm. Mən filologiyanı oxumuşam. Amma mən Allaha and olsun musiqiçi oradan dınq eləyir. Mən onu sırazı tuturam, alıram, başa düşürəm. Niyə? Çünki mən sənətkarla işləyirəm. Artıq onun sənətinin peşəkarlığından mənə də ötürüb, mənə öyrədir. Çünki mən müəllimim odur. İnsan sənətkar doğulmalıdır. Habil Əliyev sənətkar doğulmuşdu. Heç aranda bitirməmişdi. Mənim elə üzr istəyirəm Habil Əliyevdən Allah qəni-qəni rəhmətənsə söz düşmüşkən, mən bilirsiniz ki, Habil müəllimlə 6 il toy şənliklərində müğənni kimi mütəmadi toylara bərabər gedirdik. Mənim muğam oxumağım onun çalğısından qaynaqlanıb. O hansı barmaqları, bilirsən də yanğılı barmaqlar vururdu. O hansı barmaqları vururdu. Doğru toylara getmişsən. 6 il mən 6 il Habil müəllimlə toya getmişəm. Mən uzun illər İslam Rızayevin ansamblının solisti olmuşam. İslam Rızayevin ansamblı 78-də yarananda. Sonrasan deyirlər ki, Solmaz Kösəyeva maşının bagajı ilə toylardan pullar gətirirdi, kisələrdə, sement kisələrində. Yalan söhbətdir. Birinci sadəcə olaraq deyil, pulun qiymətin, dəyərin bilmədi. Mən ümumiyyətcə, Samir, onu kim deyir, şişirdirlər. Niyə havaya getmirsən? Yox, bir dəqiqə, yox, şişirtməsinlər. Mənim ən çox toyda pul gördüyüm o 20 kiloluq qaldırılan silafanlar var idi. Bax, onlardan olubdu bir dəfə. Bir dəfə olub edəcəm. Bir dəfə olubdu, o da Bakıda olubdu və o vaxtı Füzuli uşaqları var idi, qaçqınlar idi. Təsadüfən bir tədbirdə onlarla, indiki Bakıxanovda bir tədbirdə olduq, məktəbdə bir tədbir. O uşaqları həm çalğıları xoşuma gəldi, ruhuma oxşadı. Mahir qarmon çalanıdır, Təhməz zərb çalanıdır, Allah verdi fayemi çalırdı. Yəni dəstəm çox bir gözəl dəstə elədim onları özümə. And olsun Allaha, baxa o bir paket pulu, o vaxtı hələ heç şirvanımız çıxmamışdı. İlk bizim Məmməd Əmində bir minimiz çıxmışdı. Evə gəldik bizə, tökdüm pulu xalçanın üstünə, dedim ki, dəstəliyin. Qızıma da dedim, çay qoy. Çay qoydu. Biz çay hazır olana qədər, bu uşaqlar dəstələdi bu qədər. And olsun Allaha. Dedim, qaçqınsız, hamısı o şeteldə, yataqxanalarda qalırdı da. Bir min dedim atın mikrofonun kutularına. Dedim, qalanını bölün aranızda. Bir dəfə onda eləmişəm onu. Mən ümumiyyətcə toya pul danışmamışam. Demişəm ki, gücünüz nəyə çatır. Amma elə ki, dəstə istəyəndə dəstənin haqqını danışmışam. Özümə də demişəm, nə verərsiniz, verərsiniz. Amma olub ki, məsələn, paçkanın başını belə cırıblar, 50-lik paçkası, 100-lük o vaxtı Sovetin pullarından danışır. Sonra bir şey demişsən, ay ərzində dayanmayan ifaçılardan olmuşsan. Bəli, olmuşam və mən oğlan oxuyanı aparmamışam toya. Oğlan oxuyanına ehtiyac olmayıb. Yəni, repertuarım çox zəngin olduğuna görə. Yaxşı, bəs indi necədir? Dəvətlər var. Var, olur dəvətlər. Məsələn, biz sizdən bir-iki bayram balacayıq da. Yəni, demək istəyirəm ki, doğrudan da pulun qədrini bilmək lazımdır, yoxsa deyirsən ki, su gələn arxa həmişə gələcək. Mən heç vaxt düşünməmişəm ki, su gələn arxa bir də gələcək. Gəlmir. Gəlmir. Yox. Şans. Yox, onu mən heç vaxt düşünməmişəm ki, su gələn arxa bir də gələr. Onu düşünməmişəm. İnsanın arxın quruyub yoxsa gəlir? Yox, mənim şükür Allahın böyüklüyünə, mənim qazandığım bilirsiniz nədir? O gözəl sözlər oxudu, bəxləri şəhərlərdə. Mənim qazandığım odur. Mən düşünməmişəm ki, mən dar günümə nəsə atım. Mən özümə dar gün arzulamamışam. Yox, yenə gəlir, o işlər gəlir. Mən kimisə mutlu eləməyi, o mənim üçün var dövlət olub, dünya olub. Amma gəlməyinə ac qalmırıq ki. Bax, korona vaxtı dünyanın bəlasıydı da, dünya bəlaya düşdü. Heç bir adam işə getmədi, müğənnilər getmədi, musiqiçilər getmədi, amma qapandı evə. 16 minə toya gedirəm deyən insanlar gördüm ki, istər xanım, istər kişilər. Ayda 5 dənə toya getdim, nə bilim 10 gündə neçə toya, 16 mindən gedim. Onlar çıxdı, efirdə ağladılar, dolana bilmirik deyə. Amma mən getmişəm 500 manata, mən ağlamadım. İnsan niyə yaşayır? Yemək üçün yaşamırıq. Biz yeyirik ki, yaşayaq.
Biz hamımız bu dünyaya imtihana gəlmişik Samir. O dünyamızı qazanmaq üçün. Kim inanır, kim inanmır özü bilər. Mən o dünyaya da inanıram, bu dünyaya da inanıram. Allah mənim mükafatımı belə verib. Mənə Allah gözəl bir ürək verib ki, Yəni necə dolandın bəs sən o pandemiyada? çox gözəl dolan. Acından ölmədim ha. Hər şeyim də var idi. Mənim evdə heç nəyim olmasa Samir, heç yağım da olmasa, pendirim olsun, bir dənə şirin çay eləyərəm, səhər də yeyərəm pendir, şirin çay, gün ortada yeyərəm, axşam da. Elə bilərəm, ən bahalı stolda oturmuşam, orada mən kabab da yemişəm, pilav da yemişəm, bir şeyin ki sonu eynidir də, başa düşdün? Biz onu niyə yeyirik? Acından ölməyək, qan şəkərimiz aşağı, qan şəkərimiz aşağı düşməsin. Heç olmasa soğutma kartof. Mən də əslində eyni fikirdə yeməyə, bax, bəyəxləri demədim Əfə xanıma. Məsələn, dünənləri bir məclisdə idim. Hələ ev sahibini demirəm ha, toyda bir qonaq var idi. Bir gördüm, gəldi, oturdu mənim yanımda. Deyir, siz niyə çörək yemirsiniz? Bəyəxlardan baxır, deyirəm, bala, mən yeyib gəlmişəm də evdən. Yemişəm, gəlmişəm, mən Şəfə xanıma deyirdim bəyəxları. Deyirəm, yemişəm, gəlmişəm, yəni ehtiyacım yoxdur yemək yeməyə. Deyir, nətər adam toya gələndə az deyirəm, vallahi yemişəm də, mən evdə məsələn... Bitki adam yeyirdi onu da. da. Bir damcı bulgur yemişəm, biraz da su bişmişdim, o mənim üçün bəs edib. Dünən, ümumiyyətcə bu saata qədər, mən o dünən yediyimin üstündəyəm. Acımamışam, ürəyim istəmir. Amma adam var ki, gəlir toya, indi biz toy idarə edirik, görürük, sərhəd. Toy başlayandan, qutarana qədər yeyir, çay da gətizdirir ora, marojnanı da yeyir, tortu da yeyir. Ay Allah, deyirəm, ay Allah, sənə qurban olum. Bunu hara yeyir bu? Sən məni kimi insansan, yeməyi o qədər fikir verən deyil, amma İstəyirəm hər şey olsun evdə. Biş düşdü o. Məsələn, mən Samirgilə gedəndə, Solmaz xanım, Samirgilə yemir ha, amma oradan bulkular, və bulku pişirmişəm, özü pişirmişəm, mən şirniyyatı bitirib. Tamaşaçılarımız bilirlər də, mən konditerəm. Özü şirniyyat, o sahəni bitirib deyə, yəni gözəl bilir. Bir bulkular pişirəcək, bir peçenyelər pişirəcək, bir yemir ya. Cemli, yox, yeyirlər, uşaqlar yeyir evdə. Özün sən meyilli insan deyilsən yeməyə. Amma bazarlıq eləməyə, xaladenik dolu olsun, ev dolu, eyni məni tipli o barədə. Xaladenik boş olanda bir dənə qanım qaralır ki, yeməsək də, deyirəm, xaladenik dolu olsun, hərdən açıb baxıram, bir nastilin yanaşırlar. Öyrəşmirsən də. Səndə də elədir, Sərəc? Birdən evə qonaq zat gəlir də. Yox, səndə də elədir, ümumiyyətlə, istəyirsən həmişə soyuducun dolu olsun. Məndən məşək istəmişəm ki, evdə hər şey olsun. Amma məsələn, uşaqlarımız öyrəşibdir, məsələn, açır xaladeniyi, görürlər ki, hər şey var da, idman edirlər axı, gecən tərləyirlər, bədəndən şirə gedir axı. Başlayırlar meyvə, nə bilim şeylər. Amma hər qidanı da yeməlisən, sənin də yoldaşın əziyyət çəkir, bir tərəfdən uşaqlar... Yox, yarış vaxtı, məsələn, yarışa hazırlaşanda çəki salanda, elə yemək var ki, onu yeyə bilmirik də. Məsələn, adətən nə yeyirsən? Sən yemək xoşlayırsan, yemək yoxsa acından ölməmək üçün. Niyə xoşlamıram ki? Bir də görsən 2-də 3-də də çörək yeyirəm. İdmançılar özdə daha çox yeyir ha? Yox, yeyirik. Bilirəm ki, mən bu sahədəyəm də, sabahları bunu məşq eləyib, bu çıxadacaq bədənimizdə. Elə vaxt o ki, məsələn, yarışa hazırlaşanda çəki salmaqdan ötürü çox şey yeyə bilmirəm. Neynəsə? Qatıq qreçka ilə. Yox, o gün mənim oğlum çəkiyə gedirdi, bir axşam yemədi, bircə axşamı. Ana, yeməyim, səhər çəki, ay Allah, səhər evə gələndə belə, yemək, nə qədər də yeyir, maşallah. Adam çəkini salanda da danışa bilmir, dili dolaşır. Adam əsəb gəlir. Mən məsələn, toya gedəcəyim, oxumağa gedəcəmsə, saat 3-də yeyirəm. Dönər yedizim yiyin. Çox üzrə, nə yeyir ki, nə dolmanı? Məsələn, idmandan çıxmır. 2 dənə dönəri bir oturma, 2 dönər yeyir məsələn də. Biz də ona dönər bir hər təsadüfdən də. Yəni o dönəri yeyəndə ikisini yeyə bilir. Mənə çox parasını yedirəm. Mən də parasını yeyərəm. Deyirəm, bu hara gedir? Bir dənə burgeri o günləri desert sadiyə getdim. Fatih bəy elə bil ki, test eləyirlər. Oranın artıq burgerlər, zadlar da vardı. O elə deyim tamaşaçılarımıza. Qəşən bir dənə burger getdi. Arası özə təzə ətlə, zadla, dondurulmuş ətlə yox. Burgerə baxdım, yəni alma boydadır, burger nədir ki bu boydadır? And ola səmimiyyətimə, əziz tamaşaçılarımız. Mən o burgeri yarıdan böldüdüm, yarısını verdim Fatih bəyə. Mən o yarısı nədir burgerin, bu boyda burgerdir də, elə bir almanı ortadan bölmüşsən. Onu da zorla yedim, qutardım, yeyə bilmirəm. Mən də yeyəm, mən bir yumurtanı bütöv yeyib qutara bilmirəm. Adam var almanı, almanı mən bölərəm onu, yarısını və yaxud 4/1-ini yeyə bilərəm. Məsələn, armudu bütöv yeyə bilmərəm, yarısı bölüm. Yeməli şeylər yemirsiniz də. Yox, ümumiyyətlə hər şey elə yeyirəm, az yeyirəm. Yeməkdən söhbət düşür, demək biz Solmaz xanımla... Solmaz xanım eşitmişəm ki, yeyəndə. Deyəm. Solmaz xanımla... Elə eşitmişəm. Yox. Mən yediyim məsəl üçün,
elə şey, məsələn, toyuq kəsilsin, onun bir dənə qənədini xoşlayıram yemək. Qoymadın, heç sözümü deyim. Solmaz Müçüyü. xanım tez-tez yeməyə gedirdi. Demək olar ki, hər axşam çıxırdıq da. Son vaxtlar biraz Pətənə. Taryeloğluna qoşulandan uzaqlaşmışam Solmaz xanımla. Nə mənada uzaqlaşmışam, başım İşlər qarışır. güclər. Tez-tez bir yerdə demək Solmaz xanımı götürmüşəm. Solu hazırlaş, mama hazırlaş. Mən Solmaz xanımdan ana-balayıq da bilirsən. Mənəvi qızımdır. Bəli, deyirəm ki, solu hazırlaş, gələm. Arxan getdik Xəngəliyimə. Demək səhər-səhər xaçdan başladıq. Xaçdan başladıq, solu qəşəng xaçını yedi. Keçdik Xəngələ, gün ortaya da oturmuşuq səhərdən axşama. Solmaz xanım özdə bir dənə yemək var. Asta. Bütün toy yeyib qutaran Solmaz xanım asta qəşəng yemək. Xaçını da yedi. Gün ortadan sonra o Xəngəli də qəşəng yedi. Hə, yox, eşitmişəm yeyəndi. Söhbət Maşallah, elə hə, yemək söhbət olur. O da eləyir hər yəni. adamla olmur axı o. Hə, bir Elə də- adam var ki, qarşında oturub, sifətinə baxsan zəhri var. Adam işlə küsür. Sən xarici ölkələrə gedirsiniz də, dünya mətbəxini dadırsan, yeyirsən. Hansı ölkənin məsələn mətbəxi sən xoşuna gəlir? Ayda ora getsəydin falan şey yeyərdin. Məsələn mən Rusiyaya gedəndə birinci növbədə deyirəm ki, uşaqlıqdan beynimdə o qalıb. Mütləq Rusiyaya gedəndə deyirəm borş içəcəm. Bilinçiklərini yeyəcəm. Burada nə qədər də olsa onlarınki daha dadlıdır, mənə belə gəlir. Bir də ət məhsulları, kalbasa, saska. Məsələn keçən dəfə Firuzu da aparmışam, bizim operatorumuz. Hərəmiz 1 kilo marojna yemişik, plan 1. Hə, ay Allahım Qarın altında birin Firuzunu vermişəm əlinə ki, ala yeyib, birində mən. Denəm bir dənə boğazımız şişdi, bir dənə səsimizə təsir Tərkibində elədi. su yoxdur ona görə. Çünki tərkibində su yoxdur deyə yağ, qar başımıza tökür, hərəmiz 1 kilo marojnanı bax qarın altında oturduq, yedik, durduq ayağa. Məsələn, sən nəyə xoşlayırsan Rusiyaya gedən? Belə xaricə gedən ki, ora getsin. Valla birinci öz yeməklərimiz başqadır. Yəni xarici ölkə məsələn bir dəfə Belçikaya getdik Avropa çempionatına. Mən orada 2 həftə qaldıq, ancaq meyvə ilə dolandım mən orada. İnanırsınız ki, idmançılara yemək verirdilər. Nəsə yeməklərdən iyi gəlirdi. Mən biraz diksinən insanam. Nə qədər belə deyək də, yemək qəşəng olsa da onu bişirməyinə baxıram, ürəyim tutması yemirəm. Yemirəm. Mən də eləyim. Mən elə belə diqqət edirəm də yeməyə. Baxıram, görəm ki, yemək yaxşı O bişib. deyil. Hə, o deyil də, yaxşı bişibdir. Amma baxıram ki, onun düzülüşü, nə bilim, onun çəkilməyi. Acından ölüm Yemirəm mən. Amma xarici ölkəyə gedəndə nə bilim, baxırıq da indi özümüzə uyğun yeməklər varsa, məsələn, restoranda idmançılara olur da açıq. Ürəyimiz yatanları yeyirik. Amma elə vaxt olur ki, elə ölkə getmişəm ki, az qalmışam. Meksikaya Məsələn, gedəndə Ora getməmişik. Meksikaya Amma biz məsələn, gedəndə elə vaxt sən- olub ki, belə deyək də, bananla almayla Məsələn, hansı ölkədə bananla Deyib o Belçikada. Belçikada. Hə. Mətbəxləri o qədər qəşəng deyil. Yox, mən xoşlamadım. Məsələn, nədir mən daha xoşlamadım. İyi gəlirdi yeməklərindən. Onda çox ədviyyat istifadə edirlər. Oranın şokoladı qəşəngdir. Hə? Oranın şokoladı qəşəngdir. Şirniyyatı yaxşıdır. Şokoladları, Belçikada. Belçika şokoladı qəşəng. Yemişik qəşəng. O məsələn Türkiyə isə Türkiyə biz yenə də Türkiyə yeməkləri, amma özümüzdən başqa yalandır. demək Samir, Meksikaya Mən də gedəndə Tez danış reklamlara ayrı. Meksikaya gedəndə bu ulitka yoxdur, iblis. Hə. Onları İnsan pişirib pintxanadır. sosunu verirdilər cəmaata. Nə verirdilər? İlbizi. Qaynamış, İlbizi. hə? Hə, qaynadırdılar tomatla zadla. Demək, mən orada bir dənə servelat götürmüşdüm. 15 günə o servelatı belə kəsirdim ki, yeməyim. Toyuq olanda yerdim. Sonra da mənə danq elədi ki, toyuğu da o qabda bişirirlər də. Toyuqdan da imtina elədim. İnansız geri Hansı gələn ölkədə? Meksikada. Meksikada. Sonra tısbağalar vardı şeydə, otelin içində böyük, sonra o qazanları belə üst-üstə qoyarsan, çıxdılısına qədər. O hansını klient istəyirdi, onu kəsib onlara verir. Sığaları. Sığaları. Neylər yeyirlər. Allah versin bizim Meksikada. badımcan biber dolmamızı, nə bilim, Hə də ona görə də özümüz ayıq deyil. Bir də tez Azərbaycan çıxaq öz yeməyimizdən yeyək. Kimləri çox yer. Azət içində çörək qatıq yoxdur. Reklamları izləyək, davam edəcəyik. Solmaz xanım, gəlin sizdən bir ifa təqdim edək ki, Orxan dedi. Hə, baş üstə. Gözəl mahnı Xocalımız azad olandan sonra bəstələmişəm. Bugün ancaq vətənpərvərlik mahnıları oxuyur Eldar Solmaz xanım. İsmailin sözləridir. Allah rəhmət Buyur, eləsin Eldar. Eldar İsmailə.
sənə qurban can Xocalım. Azərbaycan igidləri aldı qana qan Xocalım. Azərbaycan igidləri aldı qana qan Xocalım. Şəhidlərin ruhları şad, torpaqların ilhama bak. Sən güləndə gülər həyat, can Azərbaycan Xocalım. Şəhidlərin ruhları şad, torpaqların ilhama bak. Sən güləndə gülər həyat, can Azərbaycan Xocalım. Tarix başdan yazar bizdən, keçdin oddan, keçdin közdən. Tarix başdan yazar bizdən, qarı düşmən əlimizdən. Qaçanmadı yan Xocalım, qarı düşmən əlimizdən. Qaçanmadı yan Xocalım. Şəhidlərin ruhları şad, torpaqların ilhama bak. Sən güləndə gülər həyat, can Azərbaycan Xocalım. Şəhidlərin ruhları şad, torpaqların ilhama bak. Sən güləndə gülər həyat, can Azərbaycan Xocalım. Şəhidlərin ruhları şad, torpaqların ilhama bak. Sən güləndə gülər həyat, can Azərbaycan Xocalım. Şəhidlərin ruhları şad, torpaqların ilhama bak. Sən güləndə gülər həyat, can Azərbaycan Xocalım. Şəhidlərin ruhları şad, torpaqların ilhama bak. Sən güləndə gülər həyat, can Azərbaycan Xocalım. Can Azərbaycan Xocalım, can Azərbaycan Xocalım. Can Azərbaycan Xocalım, can Azərbaycan Federasiyası Teşekkür açmışdı ederiz özünə olmaz. rəhmət. Əməkdar artistimiz. Tələbəsidir o da. Vəfa xanım, nə danışırsınız? İdmanla. İdmana getmək istəyirsən? Yox. Uşağım Ümumiyyətlə, idmana getmirsən heç Vəfa? Mən inan Allaha özümüzün yerimiz var, amma hələ bir dəfə oranın ağzını açıb girmişəm içəri. Yox. Niyə? Özümüzün şəxsi bilirsən də bizim fitnessimiz var, trenajör yerimiz var, yoqamız var. Hələ bir dəfə ora tənbəl ehtiyacı yoxdur axı, çünki elə bütün gün elə ora qaçıram, bura qaçıram, elə idman eləyirəm. Həm də mənim belə deyək də düzdür, sağlamlıqdır, amma səhhətimə görə çəki atıram deyə istəmirəm. Məsələn, 2-3 gündə yenə keçmişəm vitaminlərə ki, biraz yeyim, kökəlimdə çəki atıram mən. Biraz elə bil arıqlamışsan. Çox, 4 kilo. Hiss edirsən onu özün. Mən də istəyirəm. Mədəmlə əlaqədar məcbur oldum. Mədəm bilirsən də mənim problemlidir, əməliyyat da elədilər, amma düzəlmir. Çox böyük antibiotiklər içdiyimə görə yenə mədəm eyni vəziyyətə düşdü. İndi yaxşısan? İşimlə əlaqədar antibiotik içəsi oldum bir 10 gün. İndi məcbur çox çəki atdım. Çəki atanda da mən depressiya istəmirəm arıqlamaq. Məcburiyyətdən. Səni tez arıqlayansan, hə? Sən bəyəxlər dedin, yarışa gedəndə deməli... proqramlar var da, kardio hərəkətləri də var, çəkin salmaqdan ötürü Neçə proqramlar. günə məsəl üçün çəki salmaq olar? Ola bilər ki, o köhlükdən əziyyət çəkən bəylər, xanımlar var. Balaca bir resept denən. Valla deyim, mənim yanıma bir uşaq gəlir, 11 yaşı var, kök idi. Neçə kilo idi? 11 yaşı var da, bir 50 kiloydu. Yiyən uşaqdır, tənbəldir. İndi onu görsən, deyərsən ki, bu bir an içində bu necəsə olubdur. Neçə kilo olub indi? Arıqlayıb əməli başladı, çox düşüb. Məsələn, nə yedi o? Nə yedi? Mən də başlayayım. Yeyirsən, yemək ancaq idman. İdman, hərəkət elətdirim. Bitirməlidir. Şəklini ataram, baxarsan. Yox, yeməkdən də fərq. Yiyən uşaqdır. Yox, indi yenə yeyir. Yeyir, amma indi lap çəkisi salıb düşüb də aşağı. İndi onu şəkillə ataram səni, baxarsan.
Çox, sən işləmişik də belə Yəni üzərində. Samir, mənim Biraz, oğlum gün ərzində 4 dənə adamın yeməyini yeyir. Bəlkə də 5 adamın yeməyini yeyir. Çünki yeyən insandır da, yəni doymur. Gedib məşqə Amma çıxardı da məşq- canından. Hə, məşqə gedir, baxsan, hərdən deyirəm, çox üzr istəyirəm, deyirəm, lobiya çubuğuna oxşayırsan, o qədər. Hə, bizdə bacım oğlu Nahid də elədi. Məsəl üçün, bir iki gün bundan qabaq bir də baxıram ki, mən məsəl üçün bir dənə tost yeyərəm. O mən gün ərzində bir də görürəm özünə 10 dənə tost düzəldir. Mən də deyirəm, bizə düzəldir. 10 dənə tost, pendirli tost. Hə, bu da belə eləyir. Düzəldir. Deyirəm, bunları kim düzəltmisən? Deyir özümə. 5 dəqiqənin içində yeyir, amma bütün günü ki idmandadır. Bəli. Çıxardı da O zaten. idmanından qalmır da adam. Ərinmir. Gecə saat 6-da durur. Belində, o çantası belində gedirəm idmana. Bir gün olsun aksatmır, elə bir ki beyninə qoyub ki artıq. Dəhşətdir. Mən çox üzr istəyirəm, bu gün sözünüzü çox kəsdim. Buyurun. Uşağa deyirəm ki, ay bala, harasa göndər aşağıdan bir çörək almağa. Ay ana alaram da, amma bu idmana o qədər insan necə, mən o həvəsi sözlə deyə bilmərəm, Samir, insan dərsdən çıxır, səhər 8-də gedir məktəbə, oradan çıxır, skripka müəlliminin yanına gedir, oradan, amma axşam saat 7-də o yorğunluğun qabağında o idmandan qalmır. Hə, belədir. Dəhşət sevirlər idmanı. Həyatda. Şifahi məlumatımızın vaxtıdır. Tamam, təqdim edəyək o zaman. Hörmətli tamaşaçılarımız, proqramımızın sponsoru Agromal Özbəkistan məhsullarıdır. Bilirsiniz ki, Agromal Özbəkistan məhsullarında nə alırsınızsa alın, söhbət pal-paltarlardan gedir. Kilosu 10 manat, 20 manat arasında dəyişən qiymətlərlə sizə təklif olunur. Ünvanlarımız ölkənin bütün regionlarında Özbək mağazaları deyilən ünvanlardan siz kilo ilə pal-paltar ala bilərsiniz. Sumqayıtda 41 ada, Bakı şəhərində 3-cü mikrorayon dairəsində topdan və pərakəndə satış nöqtəmiz var. Yolunuzu gözləyirik. Digər sponsorumuz Doktor Seyfəddin Klinikasıdır. Bilirsiniz, Həzə Aslanov metro stansiyasının çıxışı Söhbət Xətai rayonundan gedir. Doktor Seyfəddin Klinikasında bütün müalicə və müayinələr təbii üsullarla aparılır. Və xəstəliklərinizi tam təbii üsullarla müalicə elətdirib sağlamlığınıza qovuşmaq istəyirsinizsə, aşağıda gördüyünüz telefonlarımızla əlaqə saxlayın. Doktor Seyfəddin və onun komandası sizin sağlamlığınızın keşiyində dayansınlar. Təşəkkürlər. Hörmətli tamaşaçılarımız, mən sizə növbəti sponsorumuzu təqdim etmək istəyirəm. Şipşirin, bax bu sponsorumuz Sumqayıt şəhərinin girişində yerləşən Bağça şəhər yaşayış kompleksində yerləşir. Desertzadə Pastra and Bakery şirniyyat evi. Bəh, bəh, bəh. Ən gözəl şirniyyatlar, tortlar, kurabiyələr, ürəyiniz hansı ölkənin şirin təamlarını dadmaq istəyirsə, mütləq gəlməlisiniz ora. Bununla da xidmətlərimiz yekunlaşmır. Səhər yeməyi, bəli, səhər yeməyinin qiyməti 10 manatdır. 10 manat verirsiniz, səhər yeməyi. Ləziz təamları düzürlər qarşınıza. Bununla da kifayətlənmirik. Və mən sizə 8 manat 50 qəpiyə olan yemək süfrəmizi də təqdim etmək istəyirəm. Business Lunch. Hər gün hörmətli müştərilər, gəlin günorta yeməyinizi 8 manat 50 qəpik ödəməklə istədiyiniz təamlardan dadın. Telefon nömrələrini görürsünüz, buyurun gəlin. Davam edirik, əziz tamaşaçılarımız, sponsorlarımızdan bağlı məlumatı izlədik. Fəxə xanım, sizdən bir şeir istəyir. O qədər gözəl veriliş oldu ki, doğrudan da o necə qədər gəlir, necə keçir, səmimi söhbətlər oldu ki, verilişin adına uyğun. Bir də gözümü açdım, deyirəm, doğrudan veriliş baxdım. Çox gözəl veriliş oldu. Bunda bizə nədən irəli gəlir, Samir, sənin bizi qarşılamaq. Səmimi qarşılamağım. Mən məsələn, şeir deməsəm də olar, bunu deyim. Deməli, bir aparıcı var, mən onun verilişinə çox gec gedirəm. Niyə? Yeganə verilişdir ki, mən o verilişdə heç nə tuta bilmirəm də, özümü göstərə bilmirəm. Çünki o aparıcı bir dəfə mənim o verilişdə xətrimə dəydi, ilk dəfə gedəndə. Elə bir söz işlətdi ki, mənə xətrimə dəydi. Mən o adamın verilişinə gedəndə nə qədər özümü toplayıram, özümü göstərə bilmirəm, fikirlər danışa bilmirəm, elə donub qalıram yerimdə. Amma bunu sən bizə elə ötürürsən ki, toy da elədi. Toy da elədi. Ev yiyəsi biz toya girəndə o auranı bizə ötürməlidir ki, biz Mən həmişə deyirəm ki, toy sahibinə oxşuyur. Sahibinə oxşuyur, bəli. Toyun sahibi necədirsə, onun toyda elə görsənir. Özünün xarakteri, evdə, dostlarda, nə bilim, dostlar arasında, cəmiyyətdə, özün xarakteri necədir, o insan kimi... Toyda elə alınacaq. Toyda elə alınacaq. Bəli, bəli. Artıq onun Nəysə. toyu bəllidir.
4 dəqiqəmiz qalır. Mən səni gördüyüm gün eşq adlı xanə yapdım. Sevindim ki, nə yaxşı həyatda səni tapdım. Elə vuruldum sənə, gözüm heç nə görmədi. Gözə gəldi, bu eşqin ömrü uzun sürmədi. Sevgidən gözlərimin içi gülərdi mənim. Nə biləydim bu sevgi olacaq mənə qənim. İncimişəm. İncimişəm həyatdan, bu həyat məni yormuş. Mən yazıq nə biləydim sevgimin gözü körmüş. Dediyin xoş sözlərin hamısı da hədərmiş. Etibarın, ilqarın elə bura qədərmiş. Məndən ötürü dünyanı dağıdıb yıxan oğlan, mənim dünyamı yıxıb kənardan baxan oğlan. Dedin bağışla, dedin bağışla, bəxtim gül açıb naxışlasın. Mən kiməm ki, get səni Allahım bağışlasın. Allahım bağışlasın. Vəfanın bir şeirində mən demişəm, bu nə xoş təsadüf, nə xoş görüşdü. Gözlərimiz gizlin görüşdü. Səni gördüm ürəyimə xal düşdü. Məni görüb, niyə fikrə dalmışsan ay insafsız? Nə yaman qocalmışsan? Sənin kipriyinə, qaşına dönüm, gözündən süzülən yaşına dönüm, sənin qurban olum, başına dönüm. Niyə bu saçları tez ağartmışsan? Ay insafsız, nə yaman qocalmışsan? Gözlər o gözlər. Gözlər o gözlərdir, baxış o baxış. Amma ki üzünə düşübdü qırış. Sənə yalvarıram, qocalma çalış. Dilimdə. Gör özünü, sən nə hala salmışsan. Ay insafsız, nə yaman qocalmışsan. Əlimdən tutanda əsirdə əlin, danışanda topuq vururdu dilin. İndi qocalıqdan əsir əllərin. Dilim də gəlmir ki, deyəm solmusan. Solmusan. Ay insafsız, nə yaman qocalmışsan. Qocalıq səngini fələk çalıbdı. Zaman gəncliyini səndən alıbdı. Ömrün çoxu gedib, azı qalıbdı. Çox da ki deyirəm, cavan qalmısan. Çox da ki deyirəm, cavan qalmışsan. Ay sevgilim, ay insafsız, nə yaman qocalmışsan. Təşəkkür. Bu da Vəfa xanımın şeiridir. Çox sevirəm Vəfa xanımın şeirin. Hələ bir-iki dənə də şeirlər var, inşallah vaxtım yoxdur. Onları lentə aldıracağım yaxınlarda. Bəyəndiyim bir neçə şeirlər var ki. Sonrasında mən adam var şeiri götürür, tapmadan elə oradan əzbərliyim. Mən məsələn şeirə necə ki biz teatrda tamaşanın məşqini eləyirik ya. 3 ay, 4 ay məşq eləyirik, onu mənimsiyirik, özümüzünki eləyirik. Necə siz Sərhəd yarışa getməmişdən qabaq hazırlaşırsınız, məşqləri filanlar, sonra nəticəni göstərirsiniz. Məsələn, mən də şeiri o şəkildə mənimsiyirəm, özümünki eləyirəm, ondan sonra onu təqdimatına. Yoxsa ala başına, kül başına, buradan əzbərdim, buradan dedim, o alınmır. Nəsə, alınmayan... Mahnıları elə oxuyuram. Düz eləyirsən, Solmaz xanım, təşəkkür edirəm sənə. Vəfa xanım, sizə təşəkkür edirəm. Sərhəd, sənə təşəkkür edirəm. Sağ ol, təşəkkür edirəm. Tamaşaçılar, sabahları eyni saatda, eyni vaxtda görüşəcəyik. Özünüzə yaxşı baxın, Allahın verdiyi ömrü çalışın, sağlam, mənalı, bir də mənalı yaşayın. Burada dəftərinə qeyd elə.